var. Deməli, yüksək bal yığmaq üçün hansı strategiyadan istifadə edərdiniz? Yəni siz özünüz də yüksək bal yığan bir abituriyent olaraq vaxtilə hansı strategiyadan istifadə eləmisiniz? Uşaqlara hansı tövsiyəni verərdiniz? İkisi birlikdə deyirəm, həm buraxılış, həm blok təbii ki. Mən öz təcrübəmdən yola çıxaraq ən birinci belə deyim. Məsəl üçün fizikanı öyrənmə strategiyamdan deyim, riyaziyyatı niyə demirəm? Çünki riyaziyyatı uşaqlıqdan görürdüm və heç bir problem yox idi riyaziyyatımda. Amma fizikanı mən 0-dan 10-cu sinifdən başlamışam öyrənməyə. Birinci qrupun əsas fənnidir, bilirsiniz, mən də birinci qrup olmuşam. Yəni 10-cu sinifdə mən fizikadan 0 idim, 10-cu sinifdə başladım hazırlığa getməyə. İlk öncə müəllim mövzunu qısa-qısa qeyd formasında yazdırırdı və mən o mövzunu öyrənməyə minimum 2 saat, 2 saat yarım vaxtım gedirdi. Hələ sadəcə mövzunu öyrənməyə, nəzəri hissəsini dərk eləməyə 2 saat, 2 saat yarım. Hələ bu mənim mövzunu öyrənməyə sərf elədiyim vaxtdır. Sonra bunun testi işləməyinə də 1 saat yarım, 2 saat, toplam bir 4 saatım mənim gedirdi bir fənnin ev tapşırığını yazmağa. Amma bu 4 saata hal-hazırda uşaqlar 4 fənin ev tapşırığına sığışdırır. 1 saata həm qaydanı öyrənirlər, həm testləri. Mən 2 saat, 2 saat yarım gedirdi həqiqətən sırf mövzunu öyrənməyə. Yox, o demək deyil ki, mənim yadımda gec qalırdı. Tam dərk eləmək. O formada mövzunu öyrənmək lazımdır ki, artıq testi işləyəndə 200 testdən, 150 testdən 1 ya 2 səhv çıxırdı. Əgər mövzunun nəzəriyyə hissəsini tam dərk eləsəz, tam belə qavrasaz, yəni heç bir problem olmayacaq. O mövzunun testlərində sizə 1 ya 2 dən səhv çıxacaq. Təbii ki, tam diqqətinizi ora verməlisiniz.